Zəmnəmə düşmən xəbəri yoxdur ki, Azərbaycanlılar artıq o postu alıblar. Hərəmiz fərqli istiqamətlərdən, sol, orta və sağ cinahlardan girməyə çalışsaq da, artıq başqa bir qüvvə ilə, tam qüvvə ilə həmin mövqeyə qayıtdıq. Bizim haradan çıxacağımızı bilir, həmin istiqamətin nişan alırdı. Milli qəhrəmanımız General Polad Həkimovun ölümündən sonra hər kəs kimi mən də özüm könüllü olaraq yazdırdım. Qubadlı rayon bankomatına müraciət edərək könüllü şəkildə yazdırdım ərizəmi və sentyabr ayının 20-si artıq zəng olundu ki, sabah bankomata yaxınlaş, artıq bizə təlimlər başlayacaq. Sentyabr ayının 21-i biz getdik, Peşkürdə hərbi hissə. Bir həftə ərzində orada təlimlər keçdik. Təlimlərdə bizə bəzi məqamlar öyrədildi. Düşmənin necə hiyləgər olması barəsində bizə məlumatlar verildi. Bütün bunları artıq mənimsəyəndən sonra sentyabr ayının 27-si artıq bizə deyildi ki, məlumat verildi ki, düşmən təxribat törədir və bu təxribatın qarşısı alınmalıdır. Sentyabr ayının 27-si biz yola çıxdıq. Yola çıxdıq, 14 saat biz yol getdik. Yəni Bakı kolonu, hərbi kolon, hamısı sırayla düzülüb, sürətlə 40 ilə gedirdi. Ona görə biz hardasa 14 saat ərzində gedib çatdıq təyin olmuş nöqtəyə. Biz ilk gün gedəndə Ağcəbədiyə meşədə bizə tapşırıq verir ki, artıq gizlənmək lazımdır, mövqələnirik. Orada bütün silah sursatlarımızı qaydaya salandan sonra artıq tapşırıq gələndə gedəcəyik. Bizə sonra tapşırıq gəldi, oktyabrın 1-i. Bakı əmniyyətində oktyabrın 1-i artıq tapşırıq gəldi. Tapşırığın nəticəsində biz deməli Füzulidən artıq Füzuliyə getmişdik. Oradan son hazırlıqları görərək artıq Cəbrayıl istiqamətinə getdik və Cəbrayılda ilk döyüşümüzə başladıq. Ona kimi heç kim bilmirdi, orada heç kimin anlayışı yox idi, müharibə nədir, düz əskərlikdə hər kəs silahla rəftar eləyib, atışlar keçirib, amma müharibə tam başqa bir şeydir, yəqin ki, özünüz anlayırsınız. Ondan sonra biz başladıq Cəbrayılda Rüzgar kəndi deyilən bir Rüzgar kəndi dağında daha doğrusu başladıq. Biz orada düşmən müqamətini demək olar ki, qıra bilmirdik. Yəni çox gözəl istehkamlar qurmuşdular. Artıq orada elə mövqələnmişdilər ki, istənilən yerdən bizə atəş aça bilirdilər. Yəni 3 bölməmiz, hərəmiz fərqli istiqamətlərdən, sol, orta və sağ cinahlardan girməyə çalışsaq da mümkün olmadı. Yəni çox çətin oldu. 4-5 saat hardasa orada bizdə atışma getdi. Ondan sonra biz gördük ki, alınmır. Yəni oranı bu qüvvə ilə götürə bilməyəcəyik. Çünki onlar çox rahat bizi atırdılar. Orada bir neçə şəhid verdik, yaralıları verdik, Allah rəhmət eləsin. Ondan sonra geri çəkildik. Müəyyən müddətə geri çəkildik. Axşamı yenidən biz artıq başqa bir qüvvə ilə, tam qüvvə ilə həmin mövqeyə qayıtdıq. Amma bu dəfə başqa istiqamətdən qayıtdıq. Düşmənin ağlına gəlməyəcək istiqamətdən qayıtdıq. Gecə ilə biz yola çıxmışdıq. Yenə deyirəm, saatlarla yol gedirdi, ağır yüklər, branşlet, silah, daraq, hamısı birlikdə özümüzün də suyu, yəni digər bir şeylər artıq çəki idi bizim üçün, yəni yorulurdu insan. Problem də bizdə susuzluq idi, həmişə bilirsiniz ki, su problemi həmişə olur. Biz deməli çatdıq mövqeyə, gecəni atışmadıq, gecənin mövqeyini saxladıq, görək bunlar nə edir, hardadır, müşahidə edirdik tam olaraq. Amma onlar atırdı. Artilleriyanın, ağır artilleriyanı atırdılar bizə. Mövqelərimizi dayanmadan ağır artilleriyanla, minamyotlarla ateşə tuturdular. Və onlarda snayperistlər, həmişə gözəl bir snayperistlə mövqe qurur və artıq bizim haradan çıxacağımızı bilir, həmin istiqamətin nişan alırdı. Yəni, oradan çıxan kimi də mümkün deyil artıq oradan sağ çıxmaq. Gecəni keçirdik, artıq səhərə yaxın bizdə yenidən döyüşlər başladı. Səhər o güllə səsi ilə astıq. Ondan sonra yenə başladı bizim döyüşlər. 3 gün ərzində orada Cəbrayılda olduq. 3 gün ərzində. Orada həmin mövqeyi ələ keçirmək üçün mübarizə apardıq. Yəni artıq çox demək olar ki, möhtəşəm bir istehkam qurmuşdular deyə. Oranı keçəndən sonra Cəbrayılın demək olar ki, yarısı əlimizdə olacaqdı. Elə bir mövqe idi ora. Artıq o mövqe alınandan sonra biz irəlilədik. Sep şəklində açılıb, digər kəndlərə girərək təmizləmə işlərinə başladıq.
Ondan sonra işlər qutarandan sonra deməli bir məqam oldu. Biz düşmən postunu ələ keçirmişik kəndin birində. Orada belədir ki, bir kənddə istehkamlar, postlar qurulub, artıq o alınandan sonra 3-4 kənd demək olar boş olurdu. Cəbrayılda bu belə idi. Nəsə irəlilədi, onlar tərəfdən yəni KAMAZ gəlirdi, düşmən tərəfdən. Biz də baxırıq, deyirik bu əgər bizi burada bilirsə bura niyə gəlir? Maraqlı bir məqam yarandı orada. Sənin düşmən xəbəri yoxdur ki, Azərbaycanlılar artıq o postu alıblar. O da təminat gətirilmiş. Təminat gətirəndə komandir əmr verdi ki, oradan atəş açmaq lazımdır. Hamı uzandı yerə, bir nəfər var idi bizdə. PK ilə atəş açdı. PK ilə atəş açdı. Birdən şoka düşdü o erməni. Maşını qoydu, qaçdı.